Diplomların təsiri azalır, bacarıqların dövrü başlayır. Süni intellekt insanların işini əlindən almır. İnsanların gördüyü bəzi işlərin dəyərini azaldır. Bu tarix boyu belə olub. Məsələn, traktor əkin işçiliyinin, kalkulyator hesaplamanın, fotoaparat isə portret rəssamlığının bir hissəsinin dəyərini azaltdı. Ancaq hər dəfə yeni imkanlar da yarandı. Problem ondadır ki, insanlar adətən itkini tez, imkanları gec görürlər. Əsl təhlükə süni intellekt deyil, insanın yaratdığı dəyərin asanlıqla kopyalana bilməsidir. Əgər bir insanın işi standartdırsa və təkrarlana bilirsə, onda AI bu işi ucuz qiymətə edəcək və bazar həmin iş üçün əvvəlki qiyməti ödəməyəcək. Yəni peşələr yox olmurlar, sadəcə onların bazar dəyəri dəyişir. Avtomatlaşdırıla bilən şeylərin dəyəri azalacaq, avtomatlaşdırılması çətin olan şeylərin dəyəri artacaq. Bu isə o deməkdir ki, standart və rutin işlər getdikcə ucuzlaşacaq. Amma yaradıcı və strateji düşünmək, hissləri idarə etmək, etibar inşa etmək, liderlik və innovasiya yaratmaq bahalaşacaq. Edənlərin dəyəri azalacaq, sistem quranların dəyəri artacaq. Biraz da dəqiqləşdirsək, copywriter olmaqdan çox kommunikasiya strategiyası qurmaq, dizayner olmaqdan çox brend yaratmaq, psixoloq olmaqdan çox transformasiya metodikası yaratmaq indi daha aktualdır. Dəyər indi icrada deyil, sistemdə cəmləşir. Bəs niyə insanlar fürsətləri yox, təhlükələri görürlər? Çünki beyniniz siz dünyaya gələndən bu yana inkişafa yox, sağ qalmağa proqramlanır. Təbiətdə sağ qalmaq üçün təhlükəni görmək vacibdir. Yəni insan nə qazana biləcəyindən çox nə itirə biləcəyinə köklənir. Ancaq beyni yenidən proqramlamaq mümkündür. Əgər dünya dəyişirsə qarşınızda iki seçim var. Ya köhnə qaydalarla yaşamağa davam edib dəyişən dünyadan şikayət edəcəksiniz, ya da yeni qaydaları öyrənib dəyişimdən güc alacaqsınız. Süni intellekt dövründə ən böyük sərvətiniz biliyiniz deyil, düşüncə sisteminizdir. Məhz buna görə 13 iyulda başlayacaq NAT diploma dəyişim proqramında biz insanın düşüncə strukturunu, qərar vermə mexanizmlərini, inanc sistemlərini və daxili potensialını yeniləməyi öyrənirik. Çünki gələcəyin texnologiyalar deyil, özünü yeniləyə bilən insanlar yaradacaqlar. Proqrama qoşulan hər bir iştirakçıya fərdi NAT seansı hədiyyə ediləcək və vaxtında verilən bir qərar həyatı dəyişər. Unutmayın ki, maşınlar ağıllandıqca insanlıq daha dəyərli olur. Fikirləriniz çox dəyərlidir.